Ezamiyyətdə olan işçilərə pul avansı verilir. Bu avans bir günlük ezamiyyə xərclərinə və nəqliyyat xərclərinə uyğun müəyyən edilir. Xərclərə mehmanxana, yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər daxildir. Ezamiyyət xərcləri gündəlik norma üzrə müəyyən edilir. Hazırda ölkədaxili ezamiyyət üçün bir günlük normalar belədir. Bakı 125 manat, Gəncə və Sumqayıt 95 manat, Naxçıvan 100 manat, digər şəhər və rayonlar 90 manat. Bu məbləğin 70% mehmanxana, 25% gündəlik yemək və rabitə xərclərinə aiddir. Xarici ezamiyyətlərdə isə bir günlük xərclərin 40% yemək, 60% yaşayış və digər xərclər üçün hesablanır. Qeyd edək ki, əgər ezam olunan işçini dəvət edən tərəf yaşayış və yeməklə tam təmin edirsə, işçiyə gündəlik ezamiyyə məbləğinin cəmi 5% ödənilir. Əgər yalnız yaşayış təmin olunubsa, gündəlik məbləğin 30%, yalnız yemək təmin olunubsa 75% ödənilir. Dəvət edən tərəfin bu xərcləri üzərinə götürməsi sənədlərlə təsdiqlənməlidir.